Amerikada məni polis saxladı. 8 illik sürücülük təcrübəmdə ilk dəfədir ki, həyatımda məni polis saxlayır və Amerikada saxlayır. Bir anlıq özümü itirdim açığı. Bilmədim ki, hansı axı qanunu pozmuşam, hansı sürət hədini pozmuşam ki, məni polis saxlayır. Gecə vaxtı idi, evə qayıdırdım və bir də gördüm ki, arxamda polisin miqalkaları yandı. Yekə bir Chevrolet Tahoe mənə deyir ki, çək qırağa saxla. Beynimdə bir anlıq elə bildim ki, Azərbaycandakı kimi polis yaxınlaşacaq, mənə deyəcək ki, filan şeyləri pozmusan və mən pozmadığım üçün nəyəsə qanun olaraq ona sübut eləməyə çalışacağam ki, yox, mən bunu pozmamışam axı. Yox, problem yoxdur. Bir saat şeylə gəl. Hə, şeylə gəl. O cərimə yazacaq və mən məhkəməyə gedib şikayət etməli olacağam. Amma görün nə oldum. Akazveçə maşınımın arxa stoplarından birinin lampası yanıbdır. Ona görə də polis bunu gecə vaxtı görüb, məni saxlayıb, mənə bunu məlumat vermək üçün yəni məni yolun kənarına çəkməyə bildiribdir və bu vərəqi verdi mənə. Bu isə warningdir. Yəni bu heç bir mənə cəza və yaxud da heç bir cərimə gəlməyibdir bu kağızın əsasında. Sadəcə olaraq mənə xəbərdarlıq etmək üçün ki, mənim maşınımın arxasındakı stopun lampası yanıbdır və mən onu dəyişim deyə bu vərəqi verdilər və mən artıq bu problemi aradan qaldırandan sonra heç bir problem olmadan yenə də rahat maşınımı sürə biləcəm və heç kimə cərimə ödəməyəcəm, heç kimə məhkəməyə getməyəcəm. Sadəcə xəbərdarlıq edilmək üçün mənə bu ştrafı yazdı, çox nəzakətli şəkildə danışdı və 3 dəqiqəlik sənəd yoxlanışı prosesindən sonra da mənə dedi ki, yaxşı yox və mən də beləcə getdim. Ümumiyyətlə Amerikada çox xırda qayda pozuntularına və yaxud da beləcə xırda şeylərə görə cərimə yazılmır, sadəcə xəbərdarlıq olunur və xəbərdarlığı siz həyata keçirəndən sonra, o problemi aradan qaldırandan sonra rahat yenə də davam edirsiniz yolunuz. Yəni Amerikada polislərin əsas məqsədi sizi saxlayıb cərimə yazmaq, sizin hansısa bir bal yazıb problemlər çıxartmaq deyil. Əsas məqsədləri burada sadəcə olaraq yollardakı təhlükəsizliyi qorumaq və insanların, yəni sürücülərin təhlükəsizliyini qorumaqdır. Bu hadisə Azərbaycanda baş versəydi necə olardı? Kommentlərdə mütləq yazın.